Salam dəyərli izləyicilər, belə bir maraqlı riyazi məntiq sualının izahına baxırıq. Burada M 5 bucaqlıdır, N 3 bucaq, K-da 6, T-də 4 və L-də 0 bucaq var. İstifadə edəcəyik burada deməli fiqurlardan çıxan düz xətlərin sayından. Məsələn, M-dən çıxan düz xətlərə fikir versək, burada nələr var? Deməli 3, bir də 4. Toplayırıq 7, 5-ə vuranda eləyir 35. İndi N üçün baxsaq. N-dən çıxan düz xətlər. Birinci bu düz xət, ikinci və üçüncü. Burada nələr var? Birincidə 5, 0 və 4. Toplayıram 9, 9-u 3-ə vuranda 27. L üçün eyni qayda ilə baxsaq. Birinci düz xət çıxır, bu da ikinci. Toplasam eləyir 9 və 9-u 0-a vursaq, yenə də cavab 0. K üçün baxsaq, K-dan çıxan düz xətlər birinci, bu da ikinci. Yəni 0, üstəgəl 4. 4-ü 6-ya vursaq 24. Eyni qayda ilə T-dən çıxan düz xətlər. T-dən 3 dənə düz xət çıxır. Baxın, biri 5, biri 3, biri də 6. 5 üstəgəl 3 üstəgəl 6 eləyir 14 və 14-ü 4-ə vursaq yekun cavab 56.